İranın varis şahzadəsi Rıza Pəhləvinin açıqlamalarını Demokrat.az olaraq təqdim edirik. Rejim çökəcək. Bunun üçün xarici müdaxiləyə ehtiyac yoxdur. Xalq artıq ayaqdadır. Vaşinqtonda keçirdiyi ardıcıl mətbuat konferanslarında İran şahzadəsi Rıza Pəhləvi ölkənin demokratik keçid planını təqdim edib, repressiv aparatın zəiflədilməsi və xalqın dəstəyini gücləndirmək üçün dəqiq zərbələrə çağırış edib. Pəhləvi bəyan edib ki, mühacirətdəki keçid hökuməti İranın hakimiyyət orqanlarında və güc strukturlarında rejimdən narazı olan şəxslərlə əlaqə yaratmaq üçün xüsusi və məxfi rabitə kanalı qurub. Onun sözlərinə görə, artıq Sepah, polis, bəsic milis dəstələri və digər qurumlardan təxminən 40 min nəfər bu kanala müraciət edib. Hazırda onların şəxsiyyəti və mövqeyi yoxlanılır. Şahzadənin fikrincə, Ali rəhbər Əli Xameneyi və onun yaxın çevrəsi rejimin sonunu hiss edərək Moskvaya qaçmağa cəhd göstərə bilər. Harda ki, hazırda keçmiş Suriya prezidenti Bəşər Əsəd yaşayır. İranda demokratik inqilab başlayıb, deyə Pəhləvi vurğulayıb.